Aha, impuls uşaqlar. Biz danışmışdıq ki, Newtonun ikinci qanununda, demək ki, F bərabər idi M-A-ya. M vurulsun, A-nın yerinə nə yazırdıq? V çıxılsın, V0 bölünsün, delta T. Bunu mən vurub açdığım zaman uşaqlar olacaq MV çıxılsın, MV0 bölünsün, delta T. Baxın, burada MV kəmiyyəti, bax burada MV kəmiyyəti impuls adlanır. P bərabərdir, M vurulsun, V'dir. Vahidini biz buradan çıxara bilərik. Çıxararıq. Kiloqram vurulsun, sürətin də vahidi nə oldu? Metr bölünsün, nədir? Saniyə. Və nə deyirik? Impuls həmişə hansı istiqamətdə yönəlir uşaqlar? Həmişə məhz sürət istiqamətində yönəlir. Yaddan çıxartmayın. Həmişə sürət istiqamətində yönəlir uşaqlar. Vektorial kəmiyyətdir. Hər zaman sürət istiqamətində yönələr. Yəni, məsələn, sadə bir dildə desək, nə mənadadır? Çevrədə sürət hara yönəlir? Toxunan istiqamətdə. Məsələn, çevrədə sürət toxunan istiqamətdə yönəlirsə, onda impuls da hansı istiqamətdə yönələcək? Bax, impuls da həmən istiqamətdə yönələcək. Yaxşı. Məsələn, tutaq ki, çevrədə sürətin düsturu, impulsumuz P bərabərdir MV deyil. Onda M vurulsun, çevrənin sürətin düsturu yerinə yaza bilərik. Məsələn, 2πr N. 2πr bölünsün böyük T. Nə istəyirsə mehribanlıq yerinə yaza bilərik. Aydındır. Özünü yenə dediyim kimi nə kimi aparır? Həmişə sürət kimi. Yeyinləşəndə sürət artdığı kimi impuls da artacaq. Yavaşında sürət azaldığı kimi impuls da azalacaq. Sabit olanda sürət sabitdirsə impuls da sabitdir. Sıfırdırsa sıfır. Yəni həmişə özünü sürət kimi aparır. Ona görə rahatdır. Yəni belə bizim üçün elə bir mürəkkəb bir dərs forması olmur. Yəni düzə impulsun saxlama prosesi ümumiyyətlə test olaraq abituriyentlər üçün elə bir çətin bir dərs forması deyil. Onda mən bunu nə yazaram? P çıxılsın, P0 bölünsün, delta T və ya buna yazaram ki, delta P bölünsün, delta T. Baxın uşaqlar, nə delta P bölünsün, delta T-yə bərabər oldu? Əvəzləyici qüvvə. Bəli, əvəzləyici qüvvə, F əvəzləyici bərabər oldu, delta P bölünsün, delta T. Yenə söndü. Yox, yanmaqdır. Delta P bölünsün, delta T'dir uşaqlar. Buradan delta P'ni tapsam, olur F delta T. Uşaqlar, bu kəmiyyətin adına isə qüvvə impulsu deyirlər. Qüvvə məhz impulsu deyirlər uşaqlar. Qüvvə impulsu isə həmişə yaddan çıxartmayın, qüvvə istiqamətində yönələr. Bəlkə impulsu idi, bu isə qüvvə impulsudur. Qüvvə impulsu F delta T'dir. Aydındır. Qulaq aslında bir dənə sonra əziyyət çəkəcəksən. Məsələn, təcil çevrədə hara yönəlir? Mərkəzə. Təcil mərkəzə yönəlirsə, onda F delta T də hara yönələcək? Mərkəzə yönələcək. Həmişə. Yox. Qüvvə istiqamətdə. Qüvvə də mərkəzə yönəlmir. Qüvvə mərkəzə yönəldiyi üçün qüvvə impulsu da mərkəzə yönələcək. Aydındır? Aha. Adi impuls özünü sürət kimi aparır. Qüvvə impulsu qüvvədir. Vahid zamandakı qüvvədir qüvvə impulsu. Aydındır? Mən bunun yerinə 1 qoysam nə olacaq? Bax, olacaq, yox. F əvəzləyici olacaq delta P. Aydındır? Ona görə də 1 saniyədəki qüvvə impulsun dəyişməsi qüvvə deməkdir. 1 saniyədəki impulsun dəyişməsi qüvvədir. Ona görə dəyişmə ayrı şeydir, özü ayrı şeydir. Aydındır? 1 saniyədə impulsun dəyişmə yerinə 1 qoy. Bu 1 olacaq, onda F nəyə bərabər olacaq? Delta P-yə bərabər olmuş olacaq da. Onda bu vahidini çıxardaq uşaqlar. Nə olacaq? Newton vurulsun saniyə. Əsas vahidlərlə yazsaq eyni çıxmış olacaq. Yəni kiloqram vurulsun, metr bölünsün, məhz saniyədir uşaqlar. Yaddan çıxartmırsınız. İmpulsun törəməsi bizə qüvvəni verəcək. Yaxşı, onda biz törəmə hissəsində keçmişdik, yəni törəməni bilirsiniz. Və F-in T-dən asılı qrafikləri verilərsə, altda qalan fiqurun sahəsi hansı fiqur olursa olsun, fərq etməz. S fiqur bizim üçün delta P-ni verəcək. Altda qalan nə? Sahəni tapsaq bizə delta P-ni vermiş olacaq. Bunu yaddan çıxartmayın.
Altda qalan sahə bizə demək qüvvəni vermiş, delta P-ni vermiş olacaq. Lap yaxşı. Amma bizim impulsumuz, baxın, impulsumuz həm M-dən, həm V-dən düz asılıdır. Və impuls nə idi? Kütləyə malik olan bütün cisimlər hərəkət edirlərsə, hərəkətdədirlərsə, impulsa malikdir. Kütləyə malik olan bütün cisimlər fərq etməz. Məsələn, tutaq ki, əlimizə top tutduğum top impulsu yoxdur. Amma mən o topu pəncərəyə atıramsa, gedib pəncərəyə dəyir, pəncərəni qırır, baxın bir enerjiyə sahib oldu. O top bir impulsa malikdir. Artıq dağıdıcılığı var, qırıcılığı var, vuruculuğu var, əziciliyi var. Artıq o bizim ona görə deyir ki, onun bir impulsu var. Aydındır? Reaktiv hərəkət. Reaktiv hərəkət. Uşaqlar, reaktiv hərəkət bəzən raketlərin hərəkəti kimi də qəbul edirlər. Bəzən suda olan o meduza var. Görmürsünüz, o 8 ayaqlı deyirlər. Bax, onların hərəkəti kimi deyirlər. Məsələn, o qabağa getmək üçün nə edir? Fikir vermişsiniz? Sovuru suyu arxaya itələyir, özü hara gedir? Qabağa getmiş olur. Məsələn, raketdə nə baş verir? Məsələn, raketdə yanacaq sistemi vardır, düzdürmü? Burada onun yanacaq sistemi var, raketimiz var. Raket qabağa getməsi üçün, raketdən çıxacaq yanacağın impulsu, raketin impulsuna bərabər olmalıdır ki, raket qabağa getsin. Əlimizdən çıxan, doldurduğu şar əlimizdən çıxanda evdən nə edir? Başlayır uçmağa, aydındır. Onu uçuran səbəb nədir? Səbəb odur ki, şarın içindəki hava hara çıxır? Geri çıxır. Şar özü hara gedir? Qabağa getmiş olur. Aydındır. Ona görə deyir ki, şarın qabağa getməsinə səbəb onun içindən çıxan havanın nə idi? Impulsudur. Hə? Aydındır? Bəli. Ona görə də mən buraya yazaram ki, M yanacaq, V yanacaq. Buraya yazaram ki, M raket, V raket. Bunlar bir-birinə bərabər olarsa, M raket, V raket, M yanacaq, V yanacağa bərabər olarsa, bu sistem hərəkətə gedir. Hərəkət etmiş olar. Aydındır. Bunu yaddan çıxartmayın. Unutmayın. Yanacaq arxaya gedir raket. Məsələn, silah atışları. Aydındır. Əslində, burada impulsun qapalı bir sistemdə impulsun saxlama qanunu ödənilir deyirik. Məsələn, silah atırsın. Tutaq ki, silah atanda nə baş verir? Güllə qabağa gedir, silah özü arxaya gedir. Arxaya gedir də, hə? Və fikir verin, atıldığı zaman güllənin kütləsi kiçikdir, sürəti böyükdür. Silahın kütləsi böyükdür, sürəti kiçikdir. Amma yenə də hər ikisinin hasili bərabərdirmi? Bərabər. Aydındır. Məsələn, sizə deyirəm ki, siz topu qabağa aparanda, atanda nə baş verir? Məsələn, əlinizdə top var. Bunu qabağa atanda sənin atdığın topun impulsu ilə sənin impulsun bərabər olmalıdır ki, bu top qabağa gitsin. Bunu belə müşahidə etmək olmur. Amma Ares bunu kaykayın üzərinə çıxıb müşahidə etmək olar. Kaykayın üzərində durun. Topu əlinizə götürün. Siz topu qabağa atanda siz özünüz hara gedəcəksiniz? Başa düşdün? Aydın oldu, əliniz oldu. Yəni, və yaxud da ki, qayığın üzərində durmuşsan, suyun üzərindəsən. Sən topu atsan qabağa, balaca bir qayıq olsun, o hara meyllənəcək? O tərəfə. Ona görə də, məsələn, kaykay arxaya gedir. Çünki kaykayın impulsu, kaykayın üzərində durmuşsan da, bəli, o yükün, atacağımız yükün impulsuna bərabər olmalıdır ki, o top da qabağa gedəndə sən hara gedirsən? Arxaya. Sənin arxaya getməyinə səbəb sənin də impulsunun olmağıdır. Aydındır, sənin də impulsu o anda malik olmağındır. Onda da yeni impuls var. Aydındır. Yox, bərabər olacaq. Bərabər olacaq. Amma sən çox da arxaya getmirsən, amma yenə də bir təkan verirsən də. Yəni yenə də çünki kiçik bir cisimdir. Aydın onun impulsu azdır. Yəni sənin də orada hərəkətin var. Çox düzgün də olsa sənin hərəkətin var. İmpuls kütlən çox böyükdür deyə sürəti minimaldır. Aydındır. Amma onun kütləsi çox kiçikdir, sürəti maksimaldır. Bu hissəsi tam aydın oldu mu sizə uşaqlar? Problem yoxdur ki bu hissəsində. Lap yaxşı. Uşaqlar, toqquşmalar. Toqquşma dediyimiz zaman nəyi nəzərdə tuturuq? İki tip toqquşma var. Elastiki toqquşma var, plastiki toqquşma var. Məsələn, topu divara vururuqsa, dəyib, qaydırsa, bu olur elastiki toqquşma.
Amma plastilin, palçıq, biz onu divara vururuqsa, gedib yapışır, olur plastiki toqquşma. Elastiki olmur. Aydındır. Elastiki toqquşma nədir uşaqlar? Elastiki toqquşma nədir uşaqlar? Məsələn, bizim burada bir topumuz var. M kütləsinə malik V sürəti ilə hərəkət edir. Gəlir, divara dəyir və təzədən geri qayıdır. Aydındır. Yenə M kütləsi ilə V sürəti ilə. Əgər enerji itirmirsə, M kütləsi enerji itirə də bilər burada. Ola bilsin ki, məsələn, topu yerə vururuqsa, qapalı prosesdə biz deyirik ki, enerji saxlama qanunu ödənilib dediyimizdə məsələ nədir uşaqlar? Maksimum dərəcədə enerji itkimiz yoxdursa, topu vurmuşuqsa, yerə dəyibsə, eyni hündürlüyə qalxmalıdır. Amma enerji itiribsə, xeyr. Top dəyəcək yerə, biraz yuxarı qalxacaq. Sonra dəyəcək, biraz yuxarı qalxacaq. Sonra yavaş-yavaş sönəcək. Aydındır. Bir də top dəyib eyni hündürlüyə qalxırsa, orada enerji itkisi yoxdur. Elə dəyir qayıdır, ancaq belə bilməkdir. Ancaq bizim belə vakuumda biraz mümkün olar. Eyni şəkildə vurasan, gedər, gələ, eyni şəkildə. İndi gedişi bunun nədir uşaqlar? Biz bura M1, V1 deyək. Qayıdışına da nə deyək? Yenə də MV ilə gedib MV ilə qayıtdığı üçün, yəni mən buna P1 deyim, qayıdışa da mən mənfi P2 deyim, amma X oxu nə ilə hərəkət edir? Əksinə. Bəli, delta P impulsun dəyişməsi P1 çıxılsın, P2-dir. Ona görə P1 üstə gəlinsin, yəni biz bir dəfəli yazın. P1 çıxılsın, mənfi P2. Ona görə də olur P1 üstə gəlinsin, P2. Ola hər ikisi də PP olduğu üçün uşaqlar gəlin sizsə bax, bunun indeksində mənfi 1-2-ni yazmayayım. Onda nə olacaq uşaqlar? Olacaq, yəni P üstə gəlsin P, o da olacaq 2P. Ona görə elastiki toqquşmada əgər enerji itkisi yoxsa, dəyib qayıdırsa, özü qədər olacaq. Yox, enerji itkisi varsa, heç bir fərqi yoxdur. Qarşı-qarşıyadır, məsələn, dəydi, onda nə yazacaq? P1 plus P2 şəklində yazmış. Hə? Hansı hissəsini başa düşmədik? Delta P nə deməkdir? P1 çıxı P2 deyil. P1 budur. Aydındır. Bundan bunu çıxdı. Düsturla nə? Delta P deyil mi? Dəyişmə deyil. P1 çıxı P2 deyil mi? P1-dən çıxan P2. P2 amma nədir? Niyə mənfidir? Çünki X oxunun nəyi nədir? X oxunun əksinə doğru olduğu üçün buna mənfi yazmış oldum. Ona P1 çıxısı mənfi P2 şəkildə elədi. Mənfi elədi nə? Müsbət. Ona P1 üstə gəlsin, P2 kimi yanaşa bildim. Yəni, hər ikisi P olduğu üçün mən buna 2P yazdım. Amma hər ikisi P olmaya da bilər. Aydındır, fərq etmə. Məsələn, deyir ki, güllə taxtanı deşdi, keçdi. Əvvəlki impulsu, keçdikdən sonraki impulsu. Onda nə indi keçəcək? Onda çıxacaq. Aydındır, P1 çıxsın, P2 şəkildə. Dəyib qayıdıbsa amma əks istiqamət olduğu üçün doğru. Əgər qeyri-elastik olarsa uşaqlar, qeyri-elastik olarsa, onda nə olur uşaqlar? Yenə kütləyə malik, sürətlə gəlib divara dəyib və yapışır, nə edir? Qalır. Aydındır. Gəlib divara dəyir, M-i var, amma V-si yoxdur. Dayandı. Ona görə bunun impulsun dəyişməsi delta P elə MV-nin özünü və ya P-nin özünü verəcək. Yoxdur da. Ona görə yalnız bununki var, bununki yoxdur. Yəni, P1 var, P2 yoxdur. Hə, onunki sıfırdır. Sıfırdır. Aydındır, bu sıfırdır, yalnız bu qalır. Aydındır, yəni biz buna P deyə bilərik, P ilə hərəkət edir, dəyir və bunun impulsu artıq yoxdur. Aydındır, bu da olur qeyri-elastiki toqquşma. Gəlin, indi uşaqlar sizinlə birlikdə şeyə baxaq. Müxtəlif toqquşma növləri var, onları sizinlə birlikdə baxaq. Ancaq baxacağımız qeyri-elastik olacaq. Məsələn, deyirəm ki, uşaqlar, bəli, deyirəm ki, uşaqlar, M1 kütləli V1 sürəti ilə M1 kütləli V1 sürəti ilə hər hansı bir cisim hərəkətdədir da. Qarşıdakı başqa bir cisimimiz var. Bunun da kütləsi M2, sürəti də V2-dir. Qəbul edək ki, bunun impulsu bundan çoxdur. Qəbul edək ki, bunun impulsu bundan çoxdur. Başqa nəzər çəkəcəksiniz. Baxa, dinləmirsiniz İsmail. Bax, qəbul edək ki, bunun impulsu bundan çoxdur. Bu gəlib nə vaxtsa buna dəyəcəkmi? Bunun impulsu bundan çoxdur deyirəm. Birinci gələcək, dəyəcəklər.
Dəydikdən sonra bunlar bir-birinə yapışacaqlarmı? Çünki nədir? Qeyri-elastik yapışacaqlar. Onda kütlələr nə edəcək? Toplanacaqmı? İkisi birlikdə yalnız nə ilə hərəkət edəcək? Bir dənə sürətlə hərəkət edəcək. Yəni bir dənə sürətlə hərəkət edəcək. Ona da biz nə deyərik? Məsələn, son sürət kimi baxa bilərik. Necə oldu? Dəydilər? İkisininki. İkisinin birlikdə yekun sürətləri olacaq. Hansı necə tapacaq? İndi baxarıq ona. Onda nə edirik uşaqlar? M1 V1 üstə gəlinsin M2 V2 bərabərdir. M1 üstə gəlinsin M2 vurulsun nə? V son sürət. Buradan V son sürətdə tapa bilərsən ki, hansı sürətlə hərəkət edirlər. Aydındır? Onda V son bərabərdir. M1 V1 üstə gəlinsin M2 V2 bölünsün. M1 üstə gəlinsin M2. Buradan son sürətdə tapa bilərik. Məsələn, necə misal verim sizə? Qar topası hərəkət edə gəlir. Balaca bir qar topası var. Onu da götürür birlikdə gedir. Aydındır. Yapışır da. Qarlar bir-birinə yapışır. Götürür çıxır gedir. Orada 50 Bunun impulsu ilə bunun impulsunu topladım. Çünki ikisi də birlikdə hərəkət edəcəklər. Eyni istiqamətdədirlər. Bu da sahibdir. Eyni istiqamətdə gedir. Bu da sahibdir. Eyni istiqamətdə. İkisi bir-birinə toqquşurlar və böyük bir impulsa malik olaraq ikisinin birlikdə hərəkətləri edəcəklər. Yəni. Müxtəlif sürət ola bilər. Bəli. M1 ilə M2-ni bir yazmışam axı. Axı ikisi birlikdə bir dənə sürətlə hərəkət edəcəklər. Kütlələr toplayıram da. Toplayacağım. Aydındır. Yəni M yazmayayım da ya da ümumi M də yaza bilərəm buna. Ümumi bir dənə böyük M də yaza bilərəm mən buna. Aydındır. Ümumi mən buna bir dənə M də yaza bilərəm. Yəni ümumi bir M də qəbul edə bilərik. Aydındır. Yəni M1 plus M2 kimi də baxa bilərik. Fərq etməz. Buyur. V son nədir? V son sürətdir. İkisinin birlikdə son sürətidir. Necə? Ay sağ ol. Bu ayrıdır. Ayrı bir kütləli cisimdir. Ayrı bir kütləli cisimdir, V sürətli hərəkət edir. Bu da ayrı başqa bir kütləli cisimdir, o da başqa bir V sürətli hərəkət edirlər. Bunlar eyni istiqamətdə hərəkət edirlər, toqquşurlar. Toqquşduqdan sonra yapışırlar bunlar, çünki qeyri-elastikdir, bir-birinə yapışırlar. Aydındır, kütlələr toplanır və hər ikisinin bir sürətlə hərəkəti var. Aydındır, hər ikisinin bir sürətlə hərəkəti var. Əgər belə bir şey ola bilər ki, tutaq ki, bu cisim impulsa malik olsun. M1 V1 sürətlə hərəkət etsin, amma bu cisim impulsa malik olmasın, amma kütləsi olsun. Yəni bunun M2-si olsun, amma sürəti olmasın. Bu gəlib buna dəyəcək. Onun sürətinə gələcək. Gəlib dəyəcək. Acaba onun sürətindən gedərmi? Xeyr. Xeyr, onun sürətindən getməz. Niyə? Yavaşlayacaq. Aydın yavaşlayacaq. Çünki məsələn kütlə böyüyür axı. Ola bilsin ki, indi də demirəm, aşağı gedirsə ayrı məsələ. Amma sürət dəyişəcək deyək bu söz. İndi sürət dəyişəcək deyək. Məsələn, tutaq ki, ola bilsin ki, meyilli aşağı gedir. Meyilli aşağı gedir. Onda kütlə böyüdükcə daha böyük bir sürət ala bilərlər. Aydındır? Ona görə biz onu beləncə qəbul etmirik. Biz deyirik ki, biz nə götürürük? Biz deyirik ki, toqquşurlar. Bəli, yenə ikisi bir-birinə yapışacaq. Yenə M1 üstü gəlsin, M2 ikisi 1 olacaq. Və ikisi yenə son sürətlə hərəkət edəcəklər. Hansı sürət olduqlarını ona görə tapacaq. Yəni o zaman yenə yazarıq ki, M1 V1 üstə gəlinsin 0, bunun impulsu yoxdur, bərabər olur, M1 üstə gəlinsin M2 vurulsun V son sürətə. Buradan da V sonu tapa bilərik ki, V son sürət bərabərdir, M1 V1 bölünsün, M1 üstə gəlsin M2. Nuray aydın olur. Hansı hissədə qaranlıq qaldı? Buyur. Bundakı mı? Bura kim başa düşdü? Bunu da başa düşdü. Tamam, yəni buradan bunu tapanda bu ikisini cəminə bölürük də. Hə? Buradan son sürəti tapanda bu ikisi bir son sürətlə hərəkət edirlər də.
Aha, buradan bunu taparamsa, buradan bunu taparamsa, buradan bunu taparamsa, bunun yanındakı hara düşür məxrəcə, bu tərəfdə olduğu kimi qalır yuxarıda sürət. Aydındır. Yine eyni şəkildə, yəni bu yoxdur. Bunu tapdığım zaman bu yenə sürətdə qalır, bu yandakı yenə hara düşür? Məxrəcə. Aydındır. İsmail, sən keç də bu tərəfə. Hə. Əgər bu cisimlər qarşı-qarşı hərəkət edərlərsə, M1, V1 sürəti ilə qarşı-qarşı hərəkət edərlər. M2, V2 sürəti ilə. Bunlar toqquşsalar, aydındır, əvvəla bir-birlərinin sürətlərini azaldırlar. Bunu qəbul edir. Əgər sağın impulsu solun impulsuna bərabərsə, bunlar nə edəcəklər? Dayanacaqlar. Afərin. Deyib dayanacaqlar. Ancaq hansının impulsu böyükdürsə, o götürüb nə edəcək? Aparacaq. Aydındır. Məsələn, nə misal verə bilərsiniz? Böyük maşınla kiçik maşının, Allah qorusun, qəzasını misal verə bilərsiniz. Məsələn, tutaq ki, qatar qarşısına başqa bir maşın alır, çıxır gedir. Məsələn, bunu qəbul edə bilərik. Onda yazaram ki, modulda M1, V1 çıxılsın, M2, V2 artıq modula çıxıram, çünki azaldacaqlar bir-birlərini, bərabərdir. M1 üstə gəlinsin, bax, M2, ikisi toqquşacaqlar bir sürət əməliyyətlə və son sürəti də vuracaq, V son. Yenə də V son sürətləri bunların var. Amma bir dəfə azalacaq impulslarını məhz azaldırlar. Çünki bunlar bir-birlərini azaldırır, zəiflədirlər. Və yaxud bunlar bir-birlərini gücləndirdilər, amma burada bir-birlərini zəiflətdilər. Qarşı-qarşı olduğu üçün zəiflətdilər. Buradan da V sonu yenə taparam ki, modulda M1 V1 çıxılsın, M2 V2 bölünsün, M1 üstə gəlinsin, məhz M2. Aydındır. Başlanğıc haldakı impuls toqquşmamışdan əvvəlki impuls, indi gələk impulsu saxlama. Bax, toqquşmamışdan əvvəlki impulsda toqquşmuşdan sonraki impuls, toqquşduqdan sonraki impulsa bərabər olurlar. Buna impulsun saxlanması deyilir uşaqlar. Əvvəl sonra bərabər. Afərin. Buna görə də toqquşmamışdan əvvəlki impuls nə idi? P1 üstə gəlinsin P2 bərabər olmalıdır. Bərabər olmalıdır. Əgər elastiki deyilsə, onda elə bizim üçün bir dəfəlik, yəni toqquşmuşdan sonraki impuls deyirik də, bəs ona bərabər olacaq. İndi fikir verin, fikir verin. Kütlələr artırmı? Kütlələri toqquşduqdan sonra kütlələr artır, sürətlər də müxtəlifdir. Biz buna P son kimi qəbul edə bilərik, yəni P son verə bilərik. Yəni bu kütlələrini toplayırsan, vurursan son sürətə. Aydındır, bu M demişik, bu V son demişik. Onda P son da bərabərdir böyük M son vurulsun, V son şəkildə yaza bilərəmmi? Doğrudan da bunu verirmi? O verir, yazmışıq da. Yəni belə çıxır ki, toqquşmamışdan əvvəlki impulslara mən P1 desəm, buna P2 desəm, buna da nə deməliyəm onda? Mütləq bərabər olmalı. Mütləq. Mütləq bərabər olmalıdır. Buna impulsun saxlanma prosesi deyilir. Impuls, qapalı prosesdə impuls saxlanılır. Bunun bərabərliyi Mehriban həmişə bizi vəziyyətdən çıxaracaq. Yəni, yaxşımı? Həmişə də toqquşmadan əvvəlki impulsla, toqquşmuşdan sonraki impulslara bərabərliyi həmişə şərtdir. O da bizi həmişə çətin vəziyyətdən çıxaracaq. Yaxşı, impulsun saxlanma qanunu ona görə, yəni əvvəlki, əgər elastiki deyil, qeyri-elastiki olsa, elastiki toqquşma olsa, deyəcəklər sonra uzaq. Hə, onda yenə də toqquşmuşdan qabaqki impulslar, toqquşmamışdan əvvəlki impulslar, toqquşmuşdan sonraki impulslara bərabər olacaq. Yenə eyni şey olacaq. Aydın. Yenə də, bax belə olacaq. Məsələn, 2 dənə topdur. Aydındır. Tutaq ki, deyirəm ki, bu P1-dir. Bunda impulsu P2-dir də. Bunlar toqquşurlar. Toqquşdan sonra aralanacaqlar. Razısınız? Elastikidir də, qeyri-elastiki deyil. Elastikidir yəni. Onda yazaram ki, P1 üstə gəlinsin məhz P2 bərabərdir. Bunlar toqquşduqdan sonra aralananda bunların impulsları dəyişəcək. Aydındır, ya azalacaq, ya artacaq. Aydındır. Onda toqquşandan sonra da mən buna P1 ştrix deyirəm, digərinə də P2 ştrix deyirəm. P2 ştrix deyirəm. O zaman bərabər olmalıdır. P1 ştrix üstə gəlinsin nəyə? P2 ştrixə. Yaxşı, yəni xeyr, yəni impulsu saxlama qanununa, qapalı sistemdə xeyr, amma bərabər olur. Açıq sistemdə ola bilər.
Amma bizdə qapalı sistemdə bu mümkün deyil. Yəni aydındır, mütləq bərabər. Yox, ehtiyac yoxdur. Biz ancaq qapalı sistemdən danışırıq ki, biz ideal bir sistemdən danışırıq ki, orada problem olmasın. Daha çox elə konkret yekun bir qiymətə gələk çataq, yəni qarışıq bir sistem olmasın. Çünki orada sürtünmə olacaq, o olacaq, bu olacaq, müqavimət qüvvəsi var falan filan. Yəni burada ola bilsin ki, biri nə bilim başqa yerdə daha çox sürtünmə yaşayar, biri başqa yerdə daha çox sürtünmə yaşayar falan. Yəni ona görə də biz elə qapalı bir sistemdə bunu aparıb ideal bir sistemdə aparmağa çalışırıq ki, bir sıxıntı yaşamasın. Aydın oldu mu? Bəli, yekunlaşdı bu hissəsi.